Uşaqlarla çox yaxşı danışırdı, çox yaxşı rəftar edirdi, həm çalışırdı ki, o həmişə evdən çıxanda konfet götürür, uşaqlara konfetləri verirdi ki, uşaqlar nəyəsə də şirinlik olsun onlarda da. Nəyəsə onlar atama sual verəndə, o həmişə onların suallarına, o demədi ki, mən sənin suallarına deməyəcəm. O həmişə suallarına danışırdı, cavab verirdi suallarına. Даже o xəstə olanda yeni il idi, o da həmişə yeni ildə olanda o Şaxta baba idi də, sümüsüydü. O даже xəstə olanda o dedi ki, mən bir şey eləməyəcəm, çünki mən elə bilirəm, orada oturacağım ki, uşaqlar gəlsinlər, məni görsünlər, mənimlə danışırlar, mən də onlarla danışım. O getmişdi, Şaxta baba kimi özünü apardı. Atam evdən çıxanda, sümüsüdə hamı qaçırdı ki, kim orada, hamı qaçırdı onun yanına, başlayırdı onunla nəyəsə sual verirdi, nəyəsə soruşurdu, nəyəsə, belənki nədir. Həmişə qaçırdı onun yanına, gedirdi. Atam heç vaxt nə avtobusla gedirdi işə, nə də taksi ilə gedirdi. Avtobusla getmirdi, dedi ki, mən avtobusla getmirəm, çünki avtobus yaxşı sürə bilmirdi, bütün cəmaat dururdu, gəlirdi yanıma. Avtobusda yaxşı sürə bilmirdi. Taksi də məndən pul götürmürdü. Ona görə mən pulsuz taksi ilə gedə bilmirdim, mən piyada gedirdim. O evdən çıxırdı, Tüza piyada gedirdi, ya da ayrı yerə piyada gedirdi. Sonra ona icazə veriblər, o özün üçün maşın alıb, maşınla gedib gəlirdi. Hər yerdə onu istəyirdilər, çünki ona da böyük hörmətləri vardı. Həm Moskvada, həm Pribaltikada, даже Nikulin bura Bakıya gələndə, onlar film çəkəndə o hər axşam bizə gəlirdi. O deyir ki, anam onun üçün xörək pişirirdi ki, mən belə xörəkləri çox xoşlayıram, gəlib sizdə yeyirəm. Nuş olsun ki, gəlib yeyirdi, razı qalmışdı. O hər axşam gəlmişdilər bizə, dedi ki, belənki nədir? Xazanov gəlmişdi, o gəlmişdi, orada kim gəlirdi? Hamısı bizə gəlirdi, evə gəlirdi, qonaq kimi gəlirdi. Atamı çox istəyirdilər.